Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni Nadir Qafarzadə dünyaya gələcək ikinci nəvəsinin onun adını daşıyacağını bildirib. İfaçı bu barədə rəngarəng verilişində danışıb. O bildirib ki, kiçik oğlu Əziz öz atasının adını qoyub. Kiçik oğlum Əzizə öz atamın adını vermişəm. Mən Qafarzadə Nadir Əzizoğluyam. O da Qafarzadə Əziz Nadiroğlu. İndi düşünürlər ki, gələcəkdə oğul övladlar dünyaya gəlsə, ona da mənim adımı versinlər. Beləcə o da olacaq Qafarzadə Nadir Əzizoğlu. Övladlarımın fikirlərinə qarışmıram. Bu onların öz istəkləridir. Mən belə bir şey etməklərini söyləməmişəm. Qeyd edək ki, müğənninin oğlu Əziz ötən ay evlənib. O Sevil adlı xanımla ailə həyatı qurub.